Salamlayıram hər kəsi və il axır çərşənbədir bugün. Təbrik edirəm hamınızı və bizim bugün yazılanlarımız hərəsi bir iş görür. Təəssüflər olsun ki, bizə məlumat vermədilər. Bəziləri şəkərbura bişirirlər, bəziləri müəyyən işləri çıxır. Demək olar ki, bugün doluyduq, amma bəzi pasientlərimiz biz belə deyim də şəkərbura paxlava adları ilə boşum gəlmədilər. İndi ona görə nə qədər vaxtım var? Bundan sonra hələ 3-4 pasientimiz var və hardasa 1 saatlıq vaxtım var. Ona görə mən girdim canlıya. Bilirsiniz ki, vaxtım olan kimi canlıya girirəm və sizə məlumatlar verirəm. Eyni zamanda da öncədən təbrik edirəm hamınızın bayramını da. İl axır çərşənbəndə xeyirli olsun, uğurlu olsun. İnşallah ki, bu ilhamıya düşərli olsun. Bütün Azərbaycanımızda ümumiyyətlə əmin-əmanlıq olsun. İnsanlar hamısı sağlam olsun. Heç bir xəstəliklər olmasın. Hamınızın evində ruzi bərəkət olsun. Hamınızın canı sağlam olsun. Siz sevənlərin, sizi sevənlərin hamısının canı salamat olsun, sağlam olsun. Və inşallah ki, Allah bizə də can sağlığı versin ki, hər zaman sizin xidmətinizdə olaq. Bir daha təbrik edirəm və eyni zamanda suallarımıza keçirik və suallar nə qədər vaxtımız varsa sizin suallarınıza cavab vermək istəyirik. Şəbnəm xanım, buyurun. Bizə nə suallar verir Şəbnəm xanım? Çünki sizə cavab verir və sizdən suallar çıxardır. Yəni sizin verdiyiniz suallardan mənə suallar verir. İndi mən sizə bugünkü günü hansı sual idi? Öncəliklə doktor, mən də sizə təbrik edirəm. Təşəkkür edirəm, çox sağ olun. Pasientlərimiz soruşur ki, əməliyyatdan sonra və yaxud da əvvəl inyeksiyon prosedur olarmı? Nə qədər müddət olar? İndi baxın, deməli, əməliyyatdan əvvəl və sonra, məsələn, üz gərmə əməliyyatından, əsas üz gərmə əməliyyatı, üz gərmə əməliyyatlarından əvvəl və yaxud da sonra inyeksiyon prosedurlar olarmı, yoxsa olmazmı? Mən sizə çox açıqlayıcı bir məlumat vermək istəyirəm. Mənim əzizlərim, ümumiyyətlə, inyeksiyon kosmetologiya və cərrahiyyə bir-birindən qardaş bacıdırlar və yaxud da iki qardaşlar, necə deyirsiniz deyin. Çünki onlar bir-birinə çox yaxındılar və Avropada da, Amerikada da, Rusiyada da, Ukraynada, digər ölkələrdə də, yəni öndə gedən ölkələrin hamısında bütün klinikalarda sahibkarlar əgər klinikalar açırlarsa və yaxud da klinikanın müdürü, yəni böyükləri cərrahlardır və yaxud da ki, kosmetoloq həkimlərdir, fərqi yoxdur. Hamısı bilirsiniz nə edir? Cərrahiyyə ilə kosmetologiyanı bir yerdə eləyir. Niyə? Baxın, birinci, reabilitasiya dövrü cərrahiyyə əməliyyatdan sonra tez bitsin deyə. Məsələn, tutalım ki, bir insan cərraha gəlib və üz gərmə etdirmək istəyir. Amma bu insanın üzündə çoxlu ödem var, dəri hədsiz dərəcədə sallaqdır, yerli immun sistemi. Axı, siz cərraha gedib üz gərmə elətdirəndə sizin dərinizin keyfiyyəti yaxşı olmur, düzdürmü? Dəri sallaq olur, üz sallaq olur, ödem olur ki, siz gedirsiniz. Siz yaşlanıbsınız deyə gedirsiniz cərraha, düzdürmü? Ona görə də siz elə bir yaşda gedirsiniz cərraha, o yaşda artıq sizin yerli immun sistemi yaxşı olmur. Ona görə də ağıllı cərrahlar, yaxşı ağıllı deyəndə yəni professionallar, öz işinin mütəxəssisləri bilirsiniz nə edirlər? Onlar ilk öncə həmən o klinikalar, hansında ki mən deyirəm, ən yeni təchiz olunmuş, ən yeni texnologiya ilə işləyən klinikalar. Birinci, həmən pasientləri göndərirlər kosmetoloqlarının, həkim kosmetoloqlarının yanlarına, onlara tövsiyə edirlər ki, həmən insanlara bir həftə, 2 həftə, 3 həftə dərini kollagen stimulyasiyanı artıran və ödemi qovan, artıq baxır orada problem nədir? Dərini bərpa edici, ödemi qovucu, kapillər sistemini bərpa edici və s. prosedurlar tətbiq eləsin, dərinin yerli immun sistemini artırsın, ondan sonra gəlir əməliyyatı tətbiq edirlər. Əməliyyatdan sonra yenidən kosmetoloqa həmən cərrahlar göndərirlər ki, bəs indi də gedin, həmən o reabilitasiya dövrü yaxşı keçsin və çapıq toxumaları qalmasın. Çünki əgər yerli immun sistemi zəifdirsə ki, siz əməliyyata gedəndə sizin yerli immun sistemi artıq yaşlanmış vəziyyətdə gedirsiniz, zəif olacaq. Ona görə də burada birinci nə etmək lazımdır? Dərinin keyfiyyətini, immun sistemini artırırlar. Bunu kosmetoloqlar eləyir. Sonra cərrahiyyə əməliyyat olur. Ondan sonra təzədən kosmetoloqlar, onda mükəmməl nəticə olur. Ona görə, yəni bütün öndə gedən ölkələr belə işləyir. Amma təəssüflər olsun ki, bizdə belə deyil. Başqa bir nüans da var cərrahlarla kosmetoloqun ən vacib olan nüansı. Onu da indi sizə deyəcəm. Sonra cərrahlarla kosmetoloqlar nəyə zidd olur? Onu da deyəcəm. İndi amma Şəbnəm xanımın sualı var.
Somon dena neçə edirik və neçə ampul olur içində? Bir də ki yazıblar, siz nə həkimisiz? Mən stomatoloqum. Məndə tibb orta təhsildə var, ali təhsildə var. Orta akuşer ginekologiyadır, alidə, məndə stomatologiyadır. Davam eləyirik. Deməli, somonda nə edirik? Somonda bizdə 2 milli yarım, 3 milli bizdə qiymətləri direktdə qızlar yazır, amma indi 3 prosedurumuz 360 manatadır paket şəklində, amma birinci dəfədən effekt görürsüz, çox da gözəl nəticə verir. İndi mən sizə digər məsələni deyəcəm. Məsələn, cərrah əgər sizin dərinizin toxumasını, yəni toxumanızı indi bu dəqiqə çox gözəl lifting əməliyyat edən cərrahlar var. Yəni çox gözəl şəkildə həm əzələ qatında işləyirlər, həm dəri qatında işləyirlər. Ümumiyyətlə bütün qatlarda mükəmməl şəkildə işləyirlər. Onları da seçəndə professional seçin, cərrahları da seçəndə professional seçin. Təkcə dərini kəsib onu dartıb tikməklə yox, mükəmməl şəkildə üz anatomiyasını bilməlidir və mükəmməl şəkildə üzü gərmə işləmi görməlidir və burada da xüsusi göstərişlə olur ha. Yəni üz gərmə xüsusi göstərişlə olur. Hər adamı da üz gərməyə almaq olmur. Bunu yadınızda saxlayın. Məsəl üçün cərrah öz işini gördü, amma bunu bilməlisiniz ki, cərrahiyyə əməliyyatdan sonra kosmetoloji prosedurlara ehtiyacı olurmu? Bəli. Məsələn, mənim yanıma gəlir, məsələn, sırağa gün gələn pasiyentim haqqında sizə kliniki vəziyyətini deyəcəm. Bəli, üz gərməsi var, qaşı dartıb, üzü dartıb, amma xanımın gözünün altı boşluqdur, gözün üstü boşluqdur, gicgah boşluqdur. Xanım çox yorğun və gərgin baxır. Və burada o üz dartma, üz gərmə ona, yəni o yorğunluğu aradan qaldırmayıb, o yorğun baxır və əzələləri aktiv şəkildə işləyir. Deməli, burada əməliyyatdan sonra nə göstərişi var? Əməliyyatdan sonra gözaltı dolğu, gicgah dolğusu və eyni zamanda botoks prosedurunun tətbiq etməyə göstəriş var. Düzdürmü? Ki, xanım tam üzündəki qarmoniyanı alsın. Amma əgər, məsəl üçün, ancaq o üzgərməklə qalsa, xanımın baxışları çox gərgin qalacaq. Xanım üzünə baxanda qorxur, sanki yaşlanıb, sanki nə olsun ki, bu belə dartılıb. Amma əgər bu boşluqlar varsa, xanım özünü yaxşı görmür. Yaxşı görmür deyə də biz kosmetoloqlar onun köməyinə yetişirik. Digər vəziyyətdə əgər burun dolğu, məsələn, burunda əməliyyat eləyirlərsə, çöküntülər əmələ gəlsə, burada yenə də kim kömək eləməlidir? Yenə də kosmetoloqlar, həkimlər kömək eləməlidir ki, burada xüsusi olaraq həmən o boşluqları doldursunlar, həmən o burnun formasını bərpa etsinlər. Ona görə cərrahlarla kosmetoloqlar çox yaxın işləməlidir, bir-birlərinə kömək eləməlidirlər. Çünki onların həqiqətən də işləri belə deyim də bir-birlərindən asılıdır. Çünki cərrahların mütləqdir ki, işlərinin keyfiyyətini artıran məhz kosmetoloqlardır. Kosmetoloqlar da bəzən hansı ki artıq onların köməyə dəyə bilmirsə, yəni kosmetoloqun köməyə dəyə bilmirsə, artıq cərrahiyyə əməliyyata göstəriş varsa, təbii ki də cərraha göndərməlidir. Bizim belə deyim də xanımlarda, yəni bizim yaşlılıq tipində əgər biz düzgün şəkildə cavanlıqdan üzümüzə düzgün qulluqlar eləsək, ümumiyyətlə heç cərrahiyyə əməliyyatlara ehtiyac olmayacaq. Buyurun Şəbnəm xanım. Türkiyədən bir pasiyent deyəndə, yəni bilmirəm xanımdır, bəydir, yazıblar ki, biraz yavaş danışın hocam. Bir də ki, yazıblar ki, Çinlilər kimi olur fazla gələndə, yəni üzü. Çinlilər kimi olur fazla gələndə, təşəkkür edirəm, çox gözəl məlumatdır. Yəni, baxın, Çin, Koreya, ümumiyyətlə onlar gərməni çox sevir. Nəyə görə gərməni çox sevir? Çünki baxın, mən öncəki canlılarımda danışmışam. Mən niyə tez-tez danışıram? Mən ümumiyyətlə xarakterim emosionalda tez-tez danışıram və ümumiyyətlə mənim vaxtım çox az olur deyə mən çalışıram bütün məlumatları sizə çatdırım. Çünki pasiyentlərim gələndə mən xoşlatmıram kimsə gözləməyə. Ona görə mən çalışıram tez-tez sizə informasiya verim. Çünki siz bir neçə dəfə qurub mənə qulaq asa bilərsiniz. Ona görə mən tez-tez danışıram və mənə başa düşə bilərsiniz. Amma indi çalışacağam ki, yavaş danışım. Deməli, baxın, Çinlilərin və Koreyalıların yaşlanma tipləri sarkmadır. Onlarda sarkır. Nə üçün? Onların toxumaları sarkmaya doğru gedir. Ona görə onların yaşadığı iqlim, coğrafi yer, yaşadığı iqlim, onların yeməkləri, onların yeməyində ümumiyyətlə kalsi çox zəifdir. Onların mədə bağırsaqları ümumiyyətlə süd məhsullarına həssasdır. Ona görə də onlar südü başqa bir yerdən qidalanırlar. Bitki
şəklində qidalanırlar və onlarda ümumiyyətlə daha çox düyü qidası, düyü. Bilirsiniz, onların şirniyyatlarında da düyüdür, onların nə bilim acıları da, hər bir yeməkləri düyüdən ibarətdir və o düyünün özü xüsusi olaraq orada polilaktik tərkiblidir və düyü xüsusi olaraq o turşuya çevrilərək maye yığmağa başlayır. Və burada iki dənə ən önəmli nüanslardan biri odur ki, onlar kalsi, sümük strukturları zəifdir və toxumaları da maye yığır. Və sümüyün özü də kollagen olduğuna görə maye yığan toxumadan sümük özü də maye yığaraq boşalır, yumuşalır və onların sümük strukturları zəifdir. Toxuma mayeli ağırdır və sarkıma gedir. Onların yaşlanma tipi o vəziyyətdədir. Yəni onların genetikaları da əsrlərlə onlar həmən yerdə yaşayırlar, həmən yeməkləri yeyirlər və onların genetik keçid vəziyyətləri də odur. Eyni zamanda onların yaşlanma tipi sarkmadır. Nəyə görə dünya üzrə Koreya, Kitay birinci yerdədir ki, sap, üzgərmə və cərrahiyyə əməliyyatlar. Çünki onlarda dolğu olmaz. Niyə olmaz? Çünki dolğu hialuron turşusudur. Bir molekul hialuron turşusu özünə 1000-1500 molekul maye yığır. İndi təsəvvür eləyin. Sən həm dolğu qoydun, maye yığdı, həm sənin qidan, eyni zamanda okeanlar ətrafında yəni Koreyadır, Yaponiyadır, Kitayın özüdür, okeanlar da ətrafında və hava da orada nəmişlikdir. Həm içərdən maye ki, düyü yeyirlər, kalsi yeyə bilmirlər, eyni zamanda da buxarlanma çoxdur orada, havaya görə, onların hər tərəflərini dəniz, okean sardığına görə, ona görə də onlarda hər şey sarkır. Ona görə də onlarda nə lazımdır? Onlarda o sarkmanı dartmaq, gərmək lazımdır. Ona görə də dünya üzrə Koreya və Kitay məhz dəri gərmə, üz gərmə prosedurlarına daha çox üstünlük verir. Amma hocam dolğu qarşı düşünürəm ki, mən dolğuya qarşı deyiləm. Mən də dolğuları sevirəm, sapları da sevirəm, koqları da sevirəm, monoları da sevirəm, mezoterapini çox sevirəm, müalicəni çox sevirəm. Amma mən hər bir şeyi yerli yerində sevirəm. Məsələn, dolğu daha çox Avropa xanımlarına daha uyğundur. Nə üçün Avropa xanımlarına daha uyğundur? Çünki Avropa xanımları yaşlananda, onlarda isə qida müəyyən qədər fərqlidir. Onların yaşadığı mühit müəyyən qədər fərqlidir. Avropa daha çox soyuq bir yerdir və orada daha çox büzüşmə, yığışma və onların genetik olaraq xüsusi amin turşularında çatışmamazlıq var və ona görə onların əzələləri və arteriyaları daha sıxdır, daha gərgin və sıx və onlar görürsünüz hərəkət üzləri daha çox hərəkətlidir və daha çox qırışıqlar, qurudur, dəriləri qurudur. Onların dərilərində dərinin səthi qatında filargrin maddəsi çatmır. Eyni zamanda arteriyaları, lazım olan maddələri lazımı qədər gətirə bilmir Avropalı xanımlarda. Çünki onların arteriyalarında müəyyən qədər spazm var. Ona görə də onlarda məhz maye çatışmır. Yəni onlarda kalsi yaxşıdır, sümük daha razvitidir. Çünki Avropada bilirsiniz ki, yaşıllıqlar çoxdur, orada inəklər çox saxlayırlar, orada süd məhsulları, pendir məhsulları daha çoxdur. Ona görə də Avropalılar daha çox sümük strukturlarından daha aktiv inkişaf eləyiblər. Amma yumuşaq toxumaları onlarda daha zəif olur. Məsələn, Avropaya gedən insanlar, məsələn, mən Avropanın bir neçə ölkələrində, şəhərlərində olmuşam və orada görürsünüz hamı qəşəng hündür, incə, o qədər də piqatı olmayan insanlar yoxdur. Hamısı daha çox arıqdılar, amma üzlərində qırışıqlıqlar çoxdur, qırışlar çoxdur. Nəyə görə? Çünki onlarda məhz həm qida, həm yaşadığı yerə görə onlarda spazm daha çox olur toxumalar
xanımlarında, ona görə onlarda xırda qırışlar çox olur. Ona görə də burada biz nə etməliyik? Burada daha çox dolğulara üstünlük verməliyik. Düzdürmü? Yəni Avropa tipli yaşlanan xanımlarda, xırda qırışlı, quru dərli xanımlarda daha çox dolğulara və botoks prosedurlarına üstünlük verməliyik. Buyurun xanım. Pasiyentimiz Aynur xanım yazıb ki, doktor, mənə botoks etmişsiniz. İndi maqnezium içə bilərəm. İçin. Problem yoxdur. Maqnezium bizə heç bir problem yaratmır. Yəni hər zaman içə bilərsə. Hətta minerallar çatışmayanda botoks tətbiq eləyəndə botoks yaxşı tutmur. Ona görə mineralları içməlisiniz, xüsusilə də sink. Buyurun, başqa sual varmı? 2 sual da al verim doktor, ikisini də danışarsınız. Yazıblar ki, Türkiyə insanları nasıl hocam? Bir dənə də xanım yazıb ki, doktor necə bayramınız mübarək olsun. Təşəkkür edirəm, çox sağ olun. Qara ləkələr var. Üzünüzdə sızanaqlar, qara ləkələr var. Sızanaqlar, qara ləkələr və s. Bu da orqanizm metabolizmindən və ümumiyyətlə sızanağın, aknenin yaranması bunun multi-etiologiyası var. Yəni etiologiyası çox zəngindir. Ola bilər ki, mədə-bağırsaq pozuntusundan ola bilər ki, endokrin sistemindən ola bilər, adi sinir sistemindən ola bilər. Ona görə də burada siz gəlib məndən oturub qarşı-qarşıya biz söhbət eləməsək, mən ümumiyyətlə bilməyəcəm ki, sizdə nədən yaranıb onlar. Amma üzünüzdə görsəm, bəlkə hardasa, çünki onların dərinliklərindən və yerləşmə bölgələrindən bilinir ki, daha çox hansı, belə deyim də, etiologiyadan yaranır. O ki, qaldı Türkiyə. Türkiyədə necədir vəziyyət? Türkiyədə qarışıqdır və daha çox deformasyon ödemli tipə meyillidirlər. Yəni, çoxluğu elədir, çünki onların yaşadığı bölgə, amma onlar yedikləri bizim yediklərimizdəndir. Elə Türk, Azərbaycan demək olar ki, eyni yaşlılıq tipinədir. Amma Türkiyə müəyyən qədər daha çox, yarı-yarıya deyə bilərik. Müəyyən qədər Avropaya meyillilik də var. Amma yenə də hardasa 40% Avropa tipli, xırda qırışlı, quru dərlidir. Amma 60% hardasa yenə də ödemli deformasyon tipdir ki, Türk xanımlarda müəyyən yaşdan sonra piqatı artmağa başlayır, kökəlməyə başlayırlar. Ona görə də onlarda sarkmalar, üz sarkma, toppuşluqlar daha çox olur. Ona görə də bölgə-bölgə də fərq var. Məsələn, Qaradəniz bölgəsində daha çox xırda qırışlı, quru dərili olmalıdır. Digər bölgələrdə, yəni dağlıq, aran bölgələri orada artıq müəyyən qədər fərqlənir. Ona görə də, yəni bölgələrə bölsək, onda tam dəqiq mən sizə deyə bilərəm ki, hansı bölgənin mühitindən, yeməyindən, suyundan və digər orada artıq daha çox hansı prosedurlara üstünlük vermək lazımdır. Varmı sualımız? Bəli, pasiyent yazıb, üzümün yarısı ləkədir, nədən olar? Baxın, bayaq xanım səpkilərlə bağlı sual verdi ki, səpkilərim nədən olar? O, belə deyim də, çox geniş bir mövzudur. Yəni, etiologiyası zəngin ola bilər, amma xanımda da ləkə nədən ola bilər? Ləkələr də elə bir mövzudur ki, orada da yenə də dərindən araşdırmasaq, biz deyə bilmərik ki, o ləkə nədən əmələ gəldi? Çünki ləkələr də həm endokrin, eyni zamanda da digər problemlərdən irəli gələn öd kisəsidir, qaraciyərdir və s. problemlərdən irəli gələn bir, hətta içdiyiniz preparatlar belə, antibiotiklərdən belə sizin üzünüzdə ləkə yarana bilər. Endokrinoloji kortikosteroidlərdən belə, məsələn, elementar qoruyucu preparatlar içirsiniz, hamiləlikdən qoruyucu preparatlar içirsiniz, onlar belə sizə ləkələndirməni, yəni üzə ləkə verə bilər. Ona görə də mən sizə tam dəqiq deyə bilmirəm. Sizlə anamnez götürməliyim və oturub söhbət eləməliyik. Buyurun. İzləyicimiz yazıb ki, salam, gününüz uğurlu olsun. Mənə Almaniyadan kollagen alıblar. Mən onu qəbul edeyim, yəni atım xeyirli bir şeydir. Kollagen, əslində kollagen müəyyən yaşdan sonra biz içməliyik. Amma kollagenin qəbul olunması üçün kollagen bizim dərimizə, dırnaqlarımıza, saçlarımıza effektiv olması üçün biz mütləqdir ki, birinci orqanizmimiz sağlam olmalıdır. Əgər orqanizmimiz sağlam olmasa, o kollagen bizə ümumiyyətlə kömək eləməyəcək. Ona görə kim burada tədqiqatlar aparılıb, mən sizə əgər nə isə deyirəmsə, mən onu görürsünüz, hətta siz bəzən deyirsiniz ki, mən çox danışıram, çox uzadıram və s. və əlaxır. Mən hər şey sizə informasiya vermək istəyirəm və subut eləmək istəyirəm. Amma təəssüflər olsun ki, buna mənim zamanım olmur. Ona görə də siz mən sizə nə deyirəm, ona inanmalısınız. Çünki istəsəz əgər ona %100 inanmaq, mən sizə hər bir şeyin subutunu gətirə bilərəm. Və tədqiqatlara əsasən kollagen əgər sizin daxili orqanlarınızda və immun sisteminizdə narahatçılıq varsa da və siz kollageni içirsiniz ki, dəriniz yaxşı olsun, olmayacaq. Nəyə görə? Çünki kollagen məhz gedib harda problem var, ona işləyəcək. Sizin dərinizə işləməyəcək. Ona görə orqanizm sağlam olsun, ondan sonra kollagen için. Buyurun. Onu bitirmək lazımdır, pasiyentimiz gəlib. Pasiyentimiz biraz gözləsin, əgər vacib suallar varsa verək. Və siz mənə dediniz ki, saat 2-yə qədər
qədər mənim vaxtım var. Görsüz necə işləyirlər. Pasiyentimiz. Yəni bir də sizə nə deyəcəm? Dolğuların qalıcılığı ilə bağlı mənim əzizlərim demək istəyirəm. Bəzən dolğuların üzərində yazılır ki, 1 il qalıcılığı var, 8 ay qalıcılığı var. Amma bu elə deyil. Tamamilə fərqli bir şeydir. Onu yazmalıdırlar. Məsələn, bu dolğunu istehsal edən ölkə, istehsal edən zavod mütləqdir ki, dolğunun zamanını haçan istehsal olunur və haçan bitmə zamanıdır, onu yazmalıdır, onun konsentrasiyasını yazmalıdır, onun neçə ay və yaxud da il qalıcılığını yazmalıdır ki, bu artıq normadır və bunu dünya standartlarına uyğun olaraq bu preparatın üstündə yazılmalıdır. Amma mən sizə deyim ki, inanın ki, qəti surətdə orada yazılan kimi sizin toxumalarınızda qalmayacaq. Nəyə görə? Bunun səbəbləri hədsiz dərəcədə çoxdur. Bunun səbəbləri nədir? Sizin daxili olan problemlərinizdir. Məsələn, ən əsas da endokrinoloji olan problemlərinizdir ki, əgər sizdə qalxanvari vəzdə müəyyən narahatçılıqlar varsa da, ondan asılı olaraq bu haqda mən geniş mövzudur. Mən bu haqda, yəni üstündən keçmək istəmirəm, çox geniş və ətraflı sizə məlumat vermək istəyirəm. Əgər sizdə qalxanvari vəzdə hipotireoz varsa, siz bunu bilin ki, sizdə həmən dolğular daha uzun müddətli qalacaq. Əgər sizdə hipotireoz varsa, onu bilin ki, həmən dolğu, məsələn, 1 il yazılan dolğu hipotireozda əgər qalırsa, tutalım ki, il yarım, 2 il, 3 il, 1 il yazılan belə. Amma ki, hipotireozda o heç 6 ayda qalmayacaq, 5 ayda qalmayacaq, hətta 3 ayda belə bitə bilər. Nəyə görə? Çünki biz bilirik ki, qalxanvari vəz bizim xüsusi olaraq maddələr mübadiləsinə cavabdeh olan bir endokrin sistemlərdən biridir və maddələr mübadiləsi zəif işlədikdə, zəif lənc işlədikdə, loru dildə deyəndə, təbii ki də burada dolğular daha uzun müddət qalacaq və ixracatı daha gec olacaq. Amma daha aktiv işləyəndə ki, hipotireozda daha aktiv işləyir. Burada isə maddələr mübadiləsi daha aktiv olur və dolğular daha qısa müddət qalır və ixrac olunur. Ona görə bunu yadınızda saxlamalısınız ki, dolğuların qalıcı sürəti nəinki dolğuların botoksunda, eyni zamanda bizim müalicələrimizin də mezoterapevtik, somon DNA, kollagen stimulyatorlar və s. Bunların da qalıcılıq vaxtı sizin orqanizminizdə olan o, belə deyim də, metabolizmdən asılıdır. İndi gəlin görək, bu bizim egzogen faktorumuzdur ki, orqanizmimizdə olan metabolizmi tənzimləyən bir vəziyyətdir. Amma bir də var ki, egzogen faktorlar, hansı ki, məsələn, sizin içki içməyiniz, sigaret çəkməyiniz, idman eləməyiniz, aktiv həyat tərzi sürməyiniz və s. Bunlar da həmçinin sizin həmən o preparatların sizin toxumalarınızda qalmasına və yaxud da tez ixracatına və yaxud da tez uzun müddətli qalmasına çox böyük, belə deyim də, göstərişi var. Məsələn, siz əgər idman eləyirsinizsə, çox tərləyirsinizsə, sigaret çəkirsinizsə və yaxud da məsəl üçün spirtli içkilər içirsinizsə, bunların hamısı aktiv şəkildə sizin orqanizminizdə, hətta spirtli içki içənlərdə daha başqa, mən ümumiyyətlə istəyirəm spirtli içki içənlərə və nikotin qəbul edənlərə ümumiyyətlə daha incəliyinə girim, daha belə deyim də, ümumiyyətlə biokimyəvi vəziyyətlərdə onların toxumalarında hansı proseslər gedir. Məsələn, içki içənlərin üzləri, məsələn, mən o gün xanım gəlib mənə oturublar, gəlinlə baldız idi, səhv etmirəmsə, mənə deyir ki, mən ona dedim ki, sizin xarakteriniz budur, özünüzü belə hiss edirsiniz, uşaqlarla beləsiniz. Mənə deyir, siz mənim xarakterimi, mənim necə bilirsiniz, yəni. Sonra gedib baldızı gəlib mənə deyir ki, bizim, yəni qoxumdular. O digər xanım deyir ki, doktor mənim ümumiyyətlə hardan bilir? Elə bir ki, baxıcıdır, mənim bütün xarakteristikamı danışır. Yəni mən onu sadəcə onun üz cizgilərindən, mimikasından, toxumasının hansı dərəcədə və hansı dərəcədə onun o qatlarının yaramasından, dırma qatında, gözlərinin necə çölə çıxmasını mən artıq bilirəm ki, və onda həmən sual verirəm ki, sizin qalxanvari vəzdə probleminiz varmı? Və deyəndə də hipotireozu var. Hipotireozda da xüsusi olaraq xarakterdə də insanın həssaslığı, tez özündən çıxması, metabolizmin aktivliyi, evdə belə razdrajitelni, Azərbaycan dilində bilmirəm, razdrajitelni nətərdir, tədirgin, narahat olması. Yəni bunların hamısı, mən belə deyim də pis çıxmasın, baxıcı deyiləm. Mən sadəcə olaraq, həkim olaraq orada gedən proseslərin və üzündə, həmən o xəstəliyin onun üzündə hansı ifadələri, hansı atpiçatkaları, hansı belə deyim də vəziyyətləri yaratdığını görürəm və mən üzündə
üzünə baxanda mən artıq bilirəm ki, orada daxildə hansı problemlər var. Ona görə də burada artıq mən necə işləyəcəm və mən öncədən artıq o pasiyentimə deyirəm, sənə bu prosedurlar lazımdır kontrplastik olaraq və müalicəvi olaraq və bunların qalıcılığına artıq mən onda deyə bilərəm ki, sizdə daha tez ixracat olacaq və siz mənim yanıma, məsələn, digəri əgər il yarımda bir gəlirsə, siz mənim, məsəl üçün 8 ayda, 1 ildə artıq mənim yanıma gəlməlisiniz. Mən bunu öncədən deyirəm, çünki bu mənim işimdir. Və kimin üzündə nə olur? Yəni bilirsiniz nətərdir? Mən sizə indi bunu yekunlaşdırmaq istəyirəm. Mən çox dərindən bayram günlərində yəqin ki, canlıya çıxacağam, daha dərin, daha bu mövzulara daha dərinə girəcək. Amma mən sizə deyirəm, bəzən həmişə mən deyirdim ki, bir kosmetoloq həkim olmaq üçün təkcə yetmir. Məsələn, bir sahənin tutam ki, cərrahiyyəni bilmək yetmir. Biz ümumiyyətlə bir kosmetoloq həkim olmaq üçün biz endokrinologiyanı bilməliyik, biz cərrahiyyəni bilməliyik, biz stomatologiyanı bilməliyik, biz sitologiyanı bilməliyik, biz ümumiyyətlə ginekologiyanı bilməliyik, biz ümumiyyətlə yəni dermatologiyanı bilməliyik, fiziologiyanı bilməliyik. Yəni çox sahəsi var. Yəni hədsiz dərəcədə tibbi daha dərindən bilməliyik ki, biz bir kosmetoloq kimi fəaliyyət göstərək. Ona görə də indiki bu vəziyyətdəki, məsələn, mən hər zaman deyirəm ki, təbiiliyə üstünlük verək, təbii görünək və inanın ki, mən sizə bu əgər mənə inanırsınızsa, mən %100 deyirəm ki, sizə bir kosmetoloji prosedurlarla, inyeksiyon kosmetoloji prosedurlarla sizin cavanlığınızı çox uzun müddətli saxlamaq olar. Çox uzun müddətli. Amma təəssüflər olsun ki, təbii ki də bu biraz bahadır və təbii ki də həm zaman, həm maddiyyat lazımdır buna. Amma yenə deyirəm, əgər həm zamandan, həm maddiyyatınızdan probleminiz yoxdursa, buyurub gələ bilərsiniz. Çünki mən saxlaya biləcəm sizin cavanlığınızı. Çünki mən buna %100 sizə qarantiya verirəm. Çünki mən sizin üzünüzdə gedən proseslərin limfa sistemindəndir, arteriya sistemindəndir, vena sistemindəndir və yaxud da sinir sistemindəndir və daxildə olan hansı endokrinoloji problem var, hansı ginekoloji, mən bunların hamısını nəzərə alıram və onda mən sizə deyirəm ki, mən sizin üzünüzə belə baxanda mən onu bilirəm. Ona görə də, yəni, əgər tənbəllik eləmirsinizsə və bunu da demək istəyirəm, baxın, dünən sırağa gün Şəbnəm doktor buradaydı. Şəbnəm doktor elə storydə paylaşanda dedim, onun özü cərrahdır, özü çox sağlamdır, özünə baxır və çox savadlı bir xanımdır. O orada da qeyd elədi, yenə də qeyd edirəm. Burada yalnız və yalnız bizim prosedurlardan asılı deyil hər bir şey. Sizin daxili, sizin stresiniz, sizin narahatçılığınız, hətta sizin yatmağınız. Mən indi o videoları çəkmək istəyirəm ki, siz yatanda necə yatmalısınız ki, gözəlliyinizi daha uzun müddətli eləməlisiniz. Mən sizə baxanda, yəni yatmağınız belə, qidanız belə, yəni yediyimiz o zülallardır, amin turşulardır, nələrdir, hansı, məsələn, mədə bağırsaqda əgər problem varsa da və hansısa vitaminin və yaxud da hansısa amin turşusunun soğurulmasında, orqanizmə daxil olmasında, arteriya sistemindən, kapillər sistemlərinə və kapillərdən hüceyrələrə daxil olub, orada hansısa bir toxumanın istehsalatında lazım olan amin turşusu əgər yoxdursa da sizdə orada problem yaranacaq. Ona görə də burada biz yalnız və yalnız hər şeyi kosmetoloqun üstünə, kosmetoloq həkimin üstünə atmaq olmaz. Ona görə də burada kosmetoloq çox dərindən bilməlidir ki, həmən, yəni belə deyim də, yəni əgər bu prosedurdan effekt alacağına əmin deyilsənsə, bunu eləmək lazım deyil. Və ya əgər mən görürəmsə, daxildə sənin problemin varsa və mən elədiyim prosesdən, prosedurdan effekt almayacamsa, mən səni niyə aldatmalıyım? Və həmçinin də mən sənə deməliyəm, 1 həftə, 2 həftə sonra nə olacaq, 1 ay sonra nə olacaq, 5 ay sonra nə olacaq, mənim sizə verəcəyim materiallar olacaq. Baxın, çox sual verirsiniz ki, işıq dolğusundan körlük olurmu? Bunu bütün xırdalığına qədər sizə açıqlayacağım. Video roliklərimi izləyin, xahiş edirəm. Çünki mən belə çıxıb canlıda deyirəm, hamınızın hövsələsi çatmır bunların hamısına qulaq asmağa. Və mənim materialım olmur, burada bu dəqiqə sizə görsədim. Amma orada mən xüsusi şəkillər qoyuram və sizə izah edirəm. Qısa olur, net olur və siz başa düşürsünüz. Məsələn, burun dolğusundan niyə burunda çürümələr gedir? Hamısını izah eləyəcəm. İndi bu sabahın görüm nə, bütün hamısını çəkəcəm, bayram günlərində hamısını paylaşacağım, sizin məlumatlarınız olsun. Ona görə də, yəni bunu bilməlisiniz ki, bəli, burada tibbin bütün sahələri, əgər bir kosmetoloq, həkim mükəmməl şəkildə iş görmək istəyirsə, əl qabiliyyətindən əlavə tibbin bütün sahələrindən məlumat olmalıdır. Hansı ki, üzə, toxumaya təsir eləyir. Və siz bunu bilməlisiniz ki, utanırsınız, yanağınız qızarır. Stresə düşürsünüz, üzvünüz bərbad günə düşür. Ondan sonra allergiya olursunuz, mədəyə bir şey getdi, yazıq üzdə çıxır hər şey. Bunu bilməlisiniz ki, üz bizim elə bir nahiyəmizdir ki, daxildə nə proses olursa, problem olursa, onun hamısı üzə verir, göz ətrafına verir, dodağa verir, dodaq şişir, göz ətrafı şişir, gecə yaxşı yatmırsınız,
Gözün altı pis günə qalır. Çox yatırsınız, gözün ətrafı şişir. Yəni bunu bilməlisiniz ki, üz bizim ən həssas və məsələn bir insan əgər ağzı danışa bilmirsə, qaş gözünlə, mimika ilə artıq digər insana ötürücü bir məlumat verə bilir. Düzdürmü? Ona görə də bu üz bizim üçün o qədər vacib bir nahiyədir ki, ona görə də bu üzdə nə varsa da o vaxt belə deyirdilər, orqanlar daxili, məsələn üzün bu bölgəsi falan orqana aiddir, Kitay tibbinə aiddir bu, Tibet və Kitay tibbinə. Bəli, doğrudan da elədir. Üzümüz xüsusi daxili orqanlar, dişlərimizdir, üzümüzdür. Biz daxili orqanlarımızı artıq baxanda bilirik ki, daxili orqanlarda nələr var. Ona görə də bunu, yəni mən sizə deyim ki, dediyim bu tibbi sahələrdən əlavə olaraq bizdə həmçinin də biz mütləqdir ki, bitirirəm, əl çəkmirlər, bitirirəm. Bizdə həmçinin də təcrübə olmalıdır və çox nəzəriyyə, çox fikir verməliyik pasientlərə, çox hədsiz dərəcədə fikir verməliyik. Onların mimikalarına, onların hərəkət. Ona görə deyirəm, siz oradan bura mənə yazırsınız, ay bala şəkil göndər. Şəkildə mən müəyyən şeylər görürəm. Amma gəlib danışanda görün sizin toxmalarınız nə qədər hərəkət edir. Siz bəzi insanlar danışanda qızarırlar, bəzi insanlarda allergik reaksiyalar olur, bəzi insanlarda ümumiyyətlə danışanda müəyyən psixoloji gərginliyi belə mən artıq sizdə görürəm və bu insan mənim pasientimdir, yoxsa psixoloqun və yaxud da nevropatoloqun pasientidir. Artıq mən burada onu təyin edirəm. Ona görə də sizin yazılıb gəlməyiniz daha vacibdir və inanırsınızsa mənim postlarıma baxın, çalışıram sizə. Mən belə deyim də, mən çalışıram sizə daha dərin mövzulardan məlumatlar verim. Mən eləyə bilərəm sizə maskalar falan, maska, bəhmən maska. Yəni o mənim işim deyil. Mən sizə daha dərindən, daha dərin mövzular verim. Çünki öz bilgilərimə heyfim gəlir. İstəyirəm sizlə bölüşəm. Çünki insan bilmirsən sabah başına nə gələcək. Amma ən azından bu bilgilər sizə vacibdir və siz bu gün də başa düşməsəz, müəyyən zamandan sonra mənə qulaq asıb başa düşsəniz, görəcəksiniz ki, mən nə qədər dərindən və nə qədər lazımi məlumatlar sizə verirəm. Ona görə sizin gözəlliyiniz təkcə biz kosmetoloqlardan yox, eyni zamanda da sizin mədə bağırsağınızdan, sizin ginekoloji problemlərinizdən, endokrinologiyanızdan, psixologiyanızdan hamısından asılıdır. Ona görə gəlirsiniz mütəxəssisin yanına və mən sizə baxıb hər bir şey deyirəm ki, sizdə nədir və lazım olan yerlərə də sizi göndərirəm. Ehtiyac yoxdursa elə yanımda özüm sizə nə lazımdır tətbiq edirəm. Öpürəm hamınızı, bir daha bayramınızı təbrik edirəm. Təşəkkürümü bildirirəm ki, məni sevirsiniz, dəstəkləyirsiniz və postlara baxın, postları belə likelayın, suallarınızı yazın. İnanın sizin suallarınız bizim üçün çox vacibdir, çünki sizin suallarınızın üzərində mənim postlarım qurulur. Təşəkkürümü bildirirəm. Çox sağ olun.